Ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə ərizə qəbulu aprelin 1-dən 30-na dək aparılır. Abituriyentlər internetlə elektron ərizə doldurmaq üçün iş nömrəsi və şifr əldə etməlidirlər. Bunu onlar internetlə ödəmə etməklə və yaxud bütün mobil operatorlardan 7725 nömrəsinə SMS göndərməklə əldə edə bilərlər. Daha sonra ekranda gördüyünüz internet səhifəsinə daxil olur, abituriyent üçün giriş bölməsində həmin iş nömrəsini və şifri müvafiq sahələrə yazaraq daxil ol düyməsini basır. Azərbaycan Respublikasının vətəndaşı elektron ərizəni yalnız şəxsiyyət vəsiqəsindən istifadə etməklə doldurur. Əcnəblər və vətəndaşlığı olmayan şəxslər elektron ərizəni şəxsiyyəti təsdiq edən sənəd kimi milli pasportundan və ya Azərbaycan Respublikasında qeydiyyatı haqqında vəsiqəsindən istifadə etməklə doldururlar. Azərbaycan Respublikasının vətəndaşı sənədin tipini və seriyasını seçir, sonra şəxsiyyət vəsiqəsinin nömrəsini və PIN kodunu müvafiq sahələrə daxil edib davam et düyməsini basır. Bu zaman ekrana abituriyentin şəxsi məlumatları və ya onları daxil etmək üçün boş sahələr əks olunan elektron ərizə forması və onu hansı yolla təsdiq edə bilməsi barədə məlumat gəlir. Abituriyent ərizənin doldurulma qaydasına uyğun olaraq məlumatları ərizənin sahələrinə daxil edir. Ərizə verən abituriyentin faktiki yaşadığı ünvan şəxsiyyət vəsiqəsində göstərilən qeydiyyatda olduğu ünvanla eynidirsə, soldakı xananı işarələyir. Əks halda aşağıdakı bölmələrə faktiki yaşadığı məntəqəni və ünvanı yazır. Abituriyentlərə növbəti hissədə telefon nömrələrini, e-mail ünvanını qeyd etməsi tövsiyə olunur. Bundan sonra abituriyent test imtahanı verəcəyi dili seçir. Əgər o qəbul imtahanını Azərbaycan dilində vermək istəyirsə, Azərbaycan dilini, Rus bölməsi üzrə vermək istəyirsə, Rus dilini seçir. Növbəti bölmələrdə isə abituriyent ixtisas qrupunu və imtahan verəcəyi xarici dili qeyd edir. Daha sonra abituriyent təhsili haqqında məlumatları daxil edir. Bunun üçün abituriyent təhsilini, təhsil məntəqəsinin yerləşdiyi məntəqəni, bitirdiyi təhsil müəssisəsini və bitirdiyi ili qeyd edir. Sonra abituriyent təhsil sənədi haqqında məlumatları daxil edir, təhsil sənədinin növünü, seriyasını, nömrəsini və sənədin verilmə tarixini qeyd edir. Orta məktəbi 2014-cü ildə bitirən şagirdlərin təhsillə bağlı məlumatları tələbə qəbulu üzrə Dövlət Komissiyasının müvafiq məlumat bazasından avtomatik qaydada götürülür. Bu halda abituriyentlər həmin bölmədə dəyişiklik edə bilmirlər. Azərbaycan Respublikasının orta təhsil müəssisələrini 2014-cü ildə bitirən şagirdlər səhifələrinə daxil olan zaman elektron ərizə sənəd qəbulu komissiyasında təsdiqlənməlidir məlumatı ilə rastlaşa bilərlər. Buna səbəb şagird haqqında məlumatın şagird məzun sistemində olmamasıdır. Bu abituriyentlər elektron ərizəni yadda saxlamadan təhsil aldıqları məktəbə müraciət etməli və məlumatların şagird məzun sisteminə daxil edilməsini xahiş etməlidirlər. Orta məktəbi 2014-cü ildə bitirən bütün abituriyentlər, orta məktəbi 2012-ci və 2013-cü ildə bitirən qız abituriyentlər, ilk peşə ixtisası təhsili müəssisələrini 2013-cü və 2014-cü ildə bitirən qız abituriyentlər və 2012-ci və ya 2013-cü ildə ali məktəbə qəbul imtahanında iştirak etmək üçün ərizə verib onu təsdiq etdirmiş qız abituriyentlər ərizələrini sənəd qəbulu komissiyasına müraciət etmədən özləri təsdiq edə bilərlər. Digər abituriyentlər isə elektron ərizələrini aprelin 7-dən 30-na dək müvafiq sənəd qəbulu komissiyasında təsdiq etdirməlidirlər. Qeyd edək ki, abituriyentlər sənəd qəbulu ilə bağlı ətraflı məlumatları 2 saylı abituriyent jurnalından əldə edə bilərlər. Diqqət, diqqət! Elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.